Salam əziz şagirdlər. Bölmə 12 proqramlaşdırma mövzusunun testlərinə davam edirik. 75-ə qədər baxmışdıq. Bugün davamına baxacağıq. Kimin burada nə sualı varsa 100-ə qədər. 100-ə qədər sualı olan yazsın sual nömrəsini chat bölməsinə. Mən də baxım. 100-ə qədər kimin nə sualı varsa yazsın. 76, 76, 76-da metoddur. Metod demək tip çevrilməsi deyək də buna. Burada K sətir tipindədir bizdə, string tipindədir. Biz bunu çeviririk listə. Listə çevirəndə hərf yığılır listin içərisinə. Yəni bunun indeksləri ayrılır və siyahının içərisinə ayrı-ayrı elementlər kimi düzülür. A variantı olur. Bunlar sətir tipində olduğuna görə hərflər burada da sətir tipində yazılır. Məsələn, bu cür ola bilməz, çünki bunlar dəyişən falan deyil də, hərflərdir. Belə yazmaq olar. 85, 85, reverse siyahını tərsinə çevirir. Axı bunlar metodlardır. Metodları biz keçən dərs sizlə müzakirələmişdik axı. Reverse burada olan siyahını tərsinə çevirir. Yəni 523, 480, 482, 482, 682, 556, 602, 670. 91. Eyni sual nömrəsini yazmayın. Rəqəmlər çoxalır, sonra gözümdən nəsə qaça bilər. Kimsə 91 yazıbsa, bilin ki, baxacam, yəni təkrar onu yazmaya ehtiyac yoxdur. Input data funksiya nəyi hesablayır? Bizdən ədəd daxil etməyimizi istəyir. Misal üçün olsun 476. Onu inputla vermişik. Yəni bu hal-hazırda bizdə string tipindədir. Qabağına int input yazsaydıq, məsələn, buradakı kimi. Onu birbaşa integerdə daxilləmiş olardıq. Amma hal-hazırda string tipində daxil olunur. Yəqin ki, burada ya listə çevirmə, ya da indekslə bir-bir götürüb işləmə, belə bir şeylər olacaq. Sonra S0 verilib. S-in 0 olaraq verilməsi yəqin ki, toplama üçün nəzərdə tutulub. Nələrsə S-in üstünə toplanacaq. A1. Hə, burada string A yazılıb. Əslində buna ehtiyac yox. Bu string sözünə burada ehtiyac yoxdur. Onsuz da input özü string tipində daxil eləyir. Yəni bu onsuz da hal-hazırda string tipindədir deyə təzədən bir də stringə çevirmək mənasızdır. Artıqdır, amma yəni səhv deyil də işləyir. String tipində olan 476 listə çevrilir. Bayaqki sualda da vardı. Paytaxt sözü necə olmuşdu? Bölünür ayrı-ayrı elementlərə. Və listin içərisində dırnaqda 4, dırnaqda 7 və dırnaqda 6 alınır. 3 hissəyə bölündü. For in A1. Bunun içindən bir dənə götürdü. Onu integerə çevirdi. Gəldi S-in üstünə. Sonra i 7-ni götürdü. String tipindədir. Burada integerə çevirdi. Gəldi onda S-in üstünə. Sonra i-yə götürdü, verdi bunu 6-nı. Gəldi burada integerə çevirdi. Gəldi S-in üstünə. Beləliklə nə alınmış oldu? Bir dəfə 4-ü gəldi S0 idi axı. S oldu 4. Sonra 7-ni gəldi. S4 idi deyə 4-ün üstünə 7-ni gəldi. 11. Üstünə də 6-nı gəldi. 17. Nə olmuş oldu? Ədədin, yəni buradan daxil edilən ədədin, ədəd demək olarsa bunu. Çünki string tipindədir. Daxil edilən ədədin rəqəmlərini topladıq. Verdi isə. Daxil edilmiş A ədədinin rəqəmlərinin cəmi. Ən yaxşı variant özünüzdən rəqəm qoyub yoxlamaqdır. Baxırsan, əgər nə iş gördüyünü belə şifahi görüb anlaya bilmirsənsə, ən gözəl variant özündən qiymət verib yoxlamaq. Onda görünür həll yolu. Sonra 93, 93 funksiya.
Bir dəqiqə baxıram ekrana. Hardan başlayırıq? Funksiya ilə bağlı suallarda funksiya hissəsini buraxırıq. Yəni bu hissəni təmiz buraxırıq və buradan başlayırıq. Print F52. F52 nədir? Funksiyamızın adı. Biz F52 funksiyasını çağırdıq deyə F funksiyası 5 və 2 qiymətlərində çağırılmış oldu. 5, 2. X Y-dən böyükdür. X-in yerinə 5, Y-in yerinə 2-dir. Böyükdür, bəli, ödəndi. If-ə girir, else girmir. If-də M bərabərdir. Baxaq görək nə alınır. M bərabərdir. X çıx Y, yəni 5 çıx 2, 3. Üstə gəl. F 5, Y plus 1, 3. Yəni biz bu M-in qiymətini tapmaq üçün, almaq üçün F53 funksiyasını yenidən çağırdıq. F53 olanda, burada bura 5, bura 3 qoyanda təzədən girir. 5 3-dən böyükdür, hə? Ona görə if-in içərisində M-i hesablayır. Yəni bu M-i hesablayıb qaytarmalıdır buna F53-ə. M bərabərdir. X çıx Y. 5, 3. Çıxırıq 2. Üstə gəl. F 5, 4 olur bu dəfə. Yenidən biz bu M-i almaq üçün F54 funksiyasını çağırdıq. Yenə getdik buraya Y-in yerinə 4 qoyduq. Düşdük aşağı. X Y-dən böyükdür. Bəli. Düşür aşağı. M-i hesablamalıyıq indi. Həmin o M-i alacağımız qiymət nə olacaqsa, onu sonra qaytarmalıyıq F54-ə. M bərabərdir. Biri 5-dir, biri 4-dür. 5-dən 4 çıxır 1. Üstə gəl. F5, 5. F55 çağırdıq indi. F55 olanda 5-5-dən böyüdük, else gedir M-ə qaytarır 1. Yəni həmin o M-i də return eləyir F55 funksiyasına. Yəni biz buradan çağırmışdıq onu və 1 verdi bizə. Bura 1-dirsə, 1-in üstünə 1 gəlir, alır bunu 2. Bu M-in 2 qiymətini də qaytarır F54-ə. Buradan çağırmışdıq çünki. Onda F54-ün qiyməti 2-dirsə, 2 üstə gəl 2, 4. M-in 4 qiymətini biz çağırmışdıq F53-dən. Bura qaytarmalıdır. Onda əgər bura 4-dürsə, 3 ilə 4-ün cəmi 7. M-in 7 qiymətini isə biz hardan çağırmışdıq? Hara qaytarılır? F52-dən buradan çağırmışdıq. Deməli, bura qayıdır 7. Yəni bizdən alındı print 7. C variantı. 94-cü sual. Baxıram indi 94-ə. Recording in progress. Telefonumda qoşdum karandaşla yazmaq üçün rahat. 94-cü sualda deyir ki, daxil edilmiş müsbət tam ədədi ikilik say sisteminə çevirən funksiya hansı variantda verilmişdir? Əslində ədədin ikilik say sisteminə çevrilməsi qaydasını bir gözdən keçirsək, düşünürəm ki, hansı variant bunu həll eləyir, tapmaq sonra asan olar deyə düşünürəm. Ədədin ikiliyə çevrilməsi üçün biz nə edirik? Məsələn, tutaq ki, götürürəm 23. 23-ü mən ikiliyə çevirmək üçün onu 2-yə bölürəm. Amma bu 23-ün 2-yə bölünməsi mənə necə bölünmə verir? 23-ü 2-yə adi bölmə ilə bölürəm? Yox. 2 slash-la olan bölmə ilə bölürük də. Niyə? Çünki 2 slash-la olan bölmə bizə nə qaytarır? Hansı qiymət verir? Tam hissəni verir də. Bizdə çubuqlu bölmədə 23-ü 2-yə böləndə 11,5 yazmırıq ki, düzdür? Tam cavabı yazırıq sadəcə 11. 11-i 2-yə vurub 22 çıxıram. Burada da mənə qalığı verir. Qalığı da yazıram burada 1. O qalığı necə əldə edirik bəs biz? 23-ün 2-yə bölünməsi, faizlə bölünməsi. Yəni mən həm ədədi 2 xəttli bölmə ilə eləyirəm, bölürəm.
bir də faizlə də onun qalıqlarını əldə edirəm. Bunlardan istifadə edirəm və ədədi hər dəfə 2-yə tam bölə-bölə gedirəm ta ki bölünməyən hissə alınana kimi. A variantında problemimiz nədir? A variantında ədədi ümumiyyətlə 10-a bölə-bölə gedir. 10-a bölüb faiz götürüb. Baxın burada. Yəni onun heç aidiyyəti yoxdur da ümumiyyətlə. A variantımız səhvdir bizim. Bundan xətt çəkilməyəcəm, gəlin bundan çəkim. Bu səhvdir. Başqa, məsələn, B variantında problemimiz nədir? B variantında da yenə də A-nı 10-a bölə-bölə gedir. Mənə 10-a bölmək lazım deyil, 2-yə bölə-bölə getməliyəm. D variantında problemimiz nədir? D-də ümumiyyətlə heç dövr filan yoxdur, ancaq if-ə girir. İf ödənirsə 1 çap eləyir, elif ödənirsə 0 çap eləyir. Yəni 23-ü 2-yə böləndə uzun bir neçə rəqəmli 5 rəqəmli ədəd alınır. Amma bu bizə sadəcə ya 1 ya 0 verir. Yəni bu da mənə 5 rəqəmli ədəd vermir. 5 rəqəmli ədəd üçün bir məndə orada dövr olaydı. Y variantı da həmçinin if-ə girsə 0 alınır, elifə girsə 1 alınır. Vəssalam. Amma C variantındakına bir dənə baxaq. Bunu mən təhlil edeyim sizə. Biz burada n-ə tutaq ki, daxil edirik 20, 23 olsun elə yenə də. B burada boş bir sətirdir. Yəni, boş sətir yaratmanın mənası nədir? Əgər S0 götürürsənsə, bil ki, yəni nəyisə bura toplamaq lazım olacaq da, onun üçün biz S0 götürürük başda. Amma əgər hansısa bir dəyişənə boş sətri veririksə, sadəcə dırnağı açıb bağlayırıq. O bizə nə verir? Həmin dəyişəndə, B dəyişənində hansısa simvolları yan-yana yapışdırmaq. Yəni, əksər hallarda bu məqsədlə verilir. İndi burada B boş sətirdir. Həmin B adlanan dəyişən, B dəyişəni bizə nələrinsə yan-bayan yapışdırılması üçün lazım olacaq. İndi baxacağıq. Ədədimiz 0-dan böyükdür. Hə, 23 0-dan böyükdür. Düşürük while-ın içərisinə. N-i 2-yə böləndə alınan qalıq. 23-ü 2-yə böləndə alınan qalıq 1-ə bərabərdir. 1-i çevirir string tipinə. Burada belə bir şey alınır. String tipində olan 1 üstəgəl heç nə. Bu mənə verir sadəcə dırnaqda 1. Yəni, bu B-nin qiymətidir. B dırnaqda 1 alındı. Ədədi 2-yə tam bölürəm. 23-ü 2-yə böləndə 11. Növbəti dəfə while-a girirəm. 11 0-dan böyükdür deyə bir də giririk içəri. 11-i 2-yə böləndə alınan qalıq var burada. 1-dir. İndi bax, burada belə olacaq. 1 almışam, 1-i çevirir string tipinə. String tipini çevirməkdə məqsəd odur ki, bununla B-ni yan-bayan üstəgəl axı stringləri yan-yana yapışdırır. Yan-bayan yapışdıra bilir. Burada n bölü 2-dən almışam 1. Üstəgəl bir dənə də B-nin qiyməti var 1. Mənə nə verir? 1 ilə 1-i yan-bayana yazır, 11 verir. Sonra n 11 idi, onu da 2-yə tam böləndə 5 verir. Növbəti dəfə 5 0-dan böyükdür. Bəli. Düşür aşağı. 5-i 2-yə böləndə qalıq 1 alınır. 1-i string tipinə çevirir və yapışdırır yanına 11-i. Alınır 111 oldu. Düşür aşağı. N-in qiyməti 5 idi. 5-i 2-yə tam böləndə 2 verir bizə. Və növbəti dəfə while-ə qalxanda şərti yoxlayır. N 0-dan böyükdür. Hə. Düşür aşağı. N-i 2-yə böləndə alınan qalıq. Nə alınır bizdən? 0. 0-ı stringə çevirir və 0 üstəgəl 111. Stringlə stringi yan-bayan yapışdırır. 0 və 111-i yan-yana yapışdıranda 0 111 alınır. N 2 idi. 2-ni 2-yə yenə tam böləndə 1 və növbəti dəfə while-ın şərtinə girəndə 1 0-dan böyükdür. Hə. Yenə də davam edirik. Burada n bölü 2 bizə verir qalıq 1. 1-i çevirir string tipinə və yapışdırır yanına 0 111. 1 0 111 yan-yana yapışır. Sonra 1-i 2-yə tam böləndə 0 alınır. Artıq burada while-a gəlib şərti yoxlayanda var buradan. Ədəd n 0-dan böyükdür. Yox, while bitir, yəni dövrü tərk edirik və gedirik print b. Biz belə bir sətir tipi almışdıq. Dırnaq içərisində 1 0 3 dənə 1. Onsuz da çapdan çıxanda qıraqdakı dırnaqlar atılır. Bizdə 1 0 1 1 1 çapa çıxır. Yəni biz nə elədik? 23 ədədini
ikiliyə çevirib 1-0, 1-1-1 aldıq. Yəni eyni məntiqlə biz əslində ədədi çevirə bilərdik 8-liyə. Yəni burada onda n faiz 8 olmalıdır. Burada da 8-ə bölə-bölə getməliyik. 16 eləyə bilərik, amma 16-lığa çevirəndə əlavə bir şeylər də düşünmək lazımdır ki, axı orada hərflər var. Yəni aldığın qalıq 9-dan böyükdürsə, orada A, B, C, D, E, F istifadə etmək lazımdır. Amma ümumi struktur həmişə eyni qalır. Boş bir dənə sətr götürüb həmin sətrə yanbayan yığa bilərsən. Sonra baxım neçə yazmışdı. 95 var idi deyəsən. Hə, 95-də olan bu yazılış. İndi özüm testə salmışam ki, hardasa nə vaxtsa belə bir şey görsəz, mənasını biləsiz. Bunun mənası məncə bilirsiniz də, A bərabərdir, A üstəgəl 1. Yəni, bu A-nın qiymətini 1 vaid artırmaq demək. Yəni, A-nın üstünə 1 gəlib, tezdən mənimsədirəm A-ya. Onu Python-da daha qısa olması üçün bir dəqiqə üstəgəl 1. Bunun biraz, güya ki, daha qısa variantıdır. A plus bərabərdir 1. Yəni, bunlar ikisi də eyni şey deməkdir, bax, bundan. Yəni, A-nın qiyməti artırılır 1 vahid. Və yaxud da ki, A bərabərdir, A çıxılsın 5. Bu necə yazılır? A çıxılsın bərabərdir 5. Və yaxud da ki, A bölünsün bərabərdir 10. Bu nə deməkdir uşaqlar? Nə deməkdir o? A bölü Qalıqsız bölmə, tam bölmədə. Yəni, A bərabərdir, A bölü 10. A bölü 10 deməkdir. Yəni, özünüzdən proqram yazmaq lazım gələndə o tipli suallarda bunlardan istifadə etməyi tövsiyə eləmirəm. Yəni, qarışdırarsınız da, ehtiyac yoxdur. Sadəcə, hansısa bir hazır testdə belə bir forma görsəz, mənasını bilin. İndi burada baxaq. Nə qədər ki, A 16-dan kiçik bərabərdir. Burada nə yazılıb? A bərabərdir, A vur 2. 3-dür, 16-dan kiçik bərabərdir. Vurdu 2-yə, 6. Təzədən 6 16-dan kiçik bərabərdir. Bəli, girdi içəri, vurdu 2-yə. 12 oldu. 12 16-dan kiçik bərabərdir. Bəli, girdi içəri, vurdu 2-yə. 24, sonra 24 16-dan kiçik bərabərdir. Xeyr, onda while-ı tərk edib gedirik printə 24. %96. Dediyim kimi, belə suallarda ən yaxşı variant rəqəm qoymaqdır. Bəlkə kimsə rəqəm qoymadan görə bilər, amma hamının təsəvvür qabiliyyəti eyni deyil. Görə bilmirsənsə, tutmadınsa, rəqəm qoy, yoxla. Görsən, orada mənfi söhbəti var içəridə. Mən mənfi ədəd verərsən, ifə girməsi üçün mənfi ədəd verməlisən də. Bir dəfə müsbət ver, mənfi ver, gör nə alınır. Məsələn, mən bir dəfə verəcəm n-ə 5. N-ə 5 versəm, K bərabər olur 5-ə. N sıfırdan kiçikdir. Yox, ifə girmir. Return 5. Mənə 5-i qaytardı. 5 vermişdim, 5 qayıtdı. Verirəm n-ə mənfi 5. Bu mənfi 5-dir. K bərabər olur mənfi 5-ə. İndi ifə giririk. N sıfırdan kiçikdir. Bəli. Ona görə də girir içəri. K bərabər olur mənfi ilə. Onsuz da n özü mənfi 5 idi. Qabağında da bir dənə mənfi olmasa mənə 5-i qaytarır K-ya. Sonra if-i bitirdikdən sonra return 5. Mənə 5-i qaytarır. Bayaq müsbət vermişdim də elə burada alınmışdı, if-ə girməmişdi. Mənfi verdiyimdə isə if-ə girdi və içəridə onu mənfiyə vurub müsbət halına qaytardı mənə. Nə edir? Ədədin Modulunu geri qaytarır. ədədin modulunu geri qaytarır. Sonra yazdıqlarınıza məncə baxdım.
Başqa 100-ə qədər kimdəsə nəsə var? Doxsan səkkiz. Metoddur bu da. Uşaqlar, capitalize metodu neyinir? İlk İlk harfi hərfi başqa bölünür. hərfi bölünür. Şərfi bölünən yazılır. Yazır. Bütün ifadənin, bütün mətnin ancaq ilk hərfini böyük eləyir. Qalan hərfləri balacalaşdırır. İlk hərf böyükdür, qalan bütün hərflər kiçikdir. A variantı. Hər sözün birinci hərfini böyütməz. Belə etmir. C variantına hamısını kiçikləyir. Hamısını kiçikləmək üçün bizdə lower metodu var. D variantı kimi heç bir metodumuz yoxdur. Hamısını böyüləmək istəsək nə var bəs? Upper. Upper. Bəli, onun üçün də bizdə upper metodu var. Başqa 100-ə qədər kiminsə sualı varsa nömrəsini yazsın. Yoxdur. Onda 100-dən sonra hardasa 110 deyək də çox getməyək, 10-10 gedərik. 110-a qədər kimdəsə nəsə sual nömrəsi varsa yazsın. Baxıram indi. Müəllim, bugün ancaq test izah edəcəyik. Hə, bugün ancaq suallara baxacağam. Yüz iki, 103, 104. Yüz iki. N'in qiyməti 8-dir. S 0-dır. I 1-dir. Gəlirik aşağı. Nə qədər ki I N-dən kiçikdir, düşürük aşağı. S bərabər olur. S plus I 1. I-nin qiymətini isə 2 vayda artırırıq. Neçə olur? 1 idi. 2 vayda artırdıq. 3 oldu. Yenidən gəlirik şərt hissəsinə. I 8-dən kiçik olduğu üçün bir daha giririk. S-in yeni qiyməti alınır. S plus I. S ilə I-nin son qiymətlərini toplayıram 4. I isə 5. Çünki 2 artır. Növbəti dövrdə I yenə 8-dən kiçik olduğu üçün S bərabərdir S plus I. 9. I bərabərdir 7. Növbəti dəfə yenə 7 8-dən kiçik olduğu üçün S bərabərdir. S ilə I-nin cəmi 16. I isə 9. Artı 9 8-dən kiçik şərti ödənmədiyi üçün dövrü tərk edirik. A-ya 1 veririk. Və for in range 1-dən 9-a qədər. Əslində 1-dən 9-a qədər olması in range yox, k in range. K-ya 1, 2 və axırıncı dəfə 8. Bu qiymətləri verəcək. 1-dən 8-ə qədər. 1-dən 8-ə qədər qiymətlər verməsi neçə dövrün olmasını bildirir. 8 dövr olacaq. Çünki biz K-ya 1, 2, 3, 4, 5, 6, 7, 8 veririk. 8 dövrü var və hər dövrə girəndə S-dən A çıxırıq. Onu belə çıxır ki, əgər biz 8 dəfə dövr eləyiriksə, hər dövrdə də 1 çıxırıqsa, onda toplamda neçə çıxmış olacaq? 8. Neçədən? 16-dan. 16-dan bir-bir çıxa-çıxa gedirik hər fora girəndə. Və bunu 8 dəfə yerinə yetiririk.
Onda axırda bizdə nə qalacaq? 8. Sual olan varsa soruşsun. Keçirəm növbəti suala. 103. X-imiz 5-dir. X-imizin qiyməti, bax, burada iki şərt var. Bu and bu. Yəni, X-imizin qiyməti 3-dən böyük bərabər və 8-dən kiçik bərabərdirsə, 3 8 parçasındadırsa, onda gir içəri. While-ı yerinə yetirməyə. X-imizin qiyməti 5-dir. Yəni, bu parçanı ödəyir. Düşür aşağı. S bərabərdir. 2 üstəgəl 2x. 12. X-dən isə 1 çıxıram 4. Yenə də while-a qaydırıq. X-in qiyməti 4-dür. 4 3-dən də böyük bərabərdir. 8-dən də kiçik bərabərdir. Ödəyir. Girir içəri. S bərabər olur. S-in qiyməti 12 üstəgəl 2x. 12 üst. Hə, düzdür. 12 üstəgəl 2x. 20. X isə 1 vayda azalır 3. Növbəti dövrdə x-in qiyməti 3 3-dən böyük bərabər və 8-dən kiçik bərabər ödəyir. Düşür aşağı s bərabərdir. S 20 idi. 20 üstəgəl 2x. Yəni 6. 26. X isə bərabər olur 2-yə. Artıq x 2 olanda 2 3-dən böyük bərabərdir. Yox. Ödəmir. Ona görə də ödəmədiyi üçün dövr bitir. Dövrü bitirəndən sonra burada şərt var. S-in qiyməti, yəni 26. Fərqlidirmi 36-dan? Bəli. Ona görə də print S-in qiymətin vur 3. S-in qiymətini 26 tapmışdıq. 3-ə də vuranda 78. 104 nömrəli sual. Klaviaturadan daxil olunur 7531. S bərabərdir 0. While. Dövrün içərisində ümumiyyətlə bu kombinasiya, bax, bir bu var. Ədədi ona faizlə bölmək, bir də ədədi ona tam bölmək. Bu iki kombinasiya bir yerdə istifadə olunanda ədədin rəqəmlərə parçalanması alınır. Bunu yadda saxlaya bilərsiniz. Baxaq görək burada nə baş verəcək. A sıfırdan böyükdür. 7531. Bəli. Ona görə girir içəri. S bərabərdir. S onsuz da 0 idi. 0 ona vuranda 0 üstə gəl. 7531-i ona böləndə alınan qalıq 1. A isə bərabərdir. 7531-i ona böləndə 753 qaldı. Növbəti dövrdə 753 sıfırdan böyüdür. Bəli. Düşür aşağı. S vurun. 1 idi. 1-i ona vuranda 10. Üstə gəl. 753-ü ona böləndə alınan qalıq 3. Onda S bərabərdir 13 alınır. A isə bərabərdir. 753-ü ona tam böləndə 75. Qalxırıq yuxarı. 75 sıfırdan böyüdür. Bəli, düşür aşağı. S vurun. 13 idi. 13-ü ona vuranda 130. Üstə gəl. 75-i ona böləndə alınan qalıq. O da 5 eləyir. 130, o da 5, 135. A isə bərabərdir. 75 ona tam böləndə 7. Növbəti dövrdə yenə 7 sıfırdan böyük olduğu üçün bir daha dövrə giririk. S vuran, yəni 135, ona vuranda 1350, üstə gəl. A-nı ona böləndə qalıq elə 7-nin özü qalır, olur 1357. 1357. A isə bərabərdir. 7-ni ona tam böləndə 0 dəfə düşür. İndi while işləmir artıq. Print S. 7531 verdiyimiz halda ədədin rəqəmləri tərs ardıcıllıqla düzülmüş oldu. Ədədin tərsini aldı.
Sonra 115-ə qədər 115-ə qədər kimdəsə nəsə varmı? 112 Fəxri bayaqki sualdandır bax. Eynidir, heç bir fərqi yoxdur. Neyinirdi o bayaqki sual? Görüm yadında qaldımı? Burada aşağıda -12, yuxarıdakı -12-yə mənimsədir. Başa düşməm. Yəni -12 qaytaracaq deyirsən, yoxsa nə olacaq? Yenə -12 qoyuruq. Sonra k bərabər -12 götürürük. Sonra yeni if veririk. Yox, mən heç onu soruşmadım. Mən soruşdum ki, bu sualdan bayaq baxmışdıq. Eyni sualda. Burada biz nə almışdıq? Bu neyinirdi? Heç 10 dəqiqə keçməyib üstündən. Ədədin moduluna qaytarırdı da. Onda belə çıxır ki, heç başa düşməmişik onu. Niyə axı? F-12 çağırdıq. N-in yerinə apardı qoydu -12-ni. Onda k bərabərdir -12-yə. Hər ehtimala qarşı yoxlayır. Görək n sıfırdan kiçikdirmi? N-in qiyməti -12-dir. Sıfırdan kiçik olduğu üçün girir if-ə k bərabər olur -12-yə. Müsbət 12 alınır və müsbət 12-ni sonra qaytarır bizə çağırılan yerə. Yəni mən bunu 12 almışam, 12-ni qaytarır printə və 12 alınmış. Bayaq dedim ki, bu forma, bu yazılış ədədin modulunu qaytarır. Müsbət olsa, elə müsbəti götürüb qaytarır, return. Mənfi versən də ki, if-ə girir, içəridə onu mənfiyə vurur ki, müsbət olsun, sonra o müsbət halını qaytarır bizə. %114. SQRT nədir? Kök tapır. Bir dərəcədən kökə salır. İkinci dərəcədən kök altı. Amma onun işləməsi üçün əvvəldə import mass yazılmalıdır. Kitabxana çağırılmalıdır. Import mass yazılıb, okey. AB-dən kiçikdirmi? Yox. If-ə girmədi, onda else-ə giririk. Və belə də if else. AB-dən kiçikdir, yox, else-ə giririk. Y bərabərdir. Nə alınır burada? Mass SQRT B. Yəni B-nin ikinci dərəcədən kökü. 36-nı kökə salanda alınır bizdə. Kök 6 necə cavab verirdi? Yadınızdadır. Kök 6 bir də bölmə. Necə cavab? Və sıfırla verirdi. Float tipində sıfırla verir. Yəni bizə aslında 6.0 qaytarır. Amma qabağında integer olduğu üçün y bərabərdir, sadəcə 6 alınır. Integer yazılmasaydı float tipində 6.0 qaytarardı. Y6 oldu. Bu da bayaqki suala bənzəyir. İndi burada for in range 1-dən 4-ə qədər nə deməkdir? Yəni i-yə bir dəfə 1 verilir, i-yə bir dəfə 2 verilir, i-yə bir dəfə 3 verilir. Yəni burada neçə dövr var? 3 dövr var. Hər dövrə girəndə isə y-in qiyməti nə olur? 2-yə vurulur. Əgər biz y-i, yəni 6 qiymətini 3 dəfə 2-yə vursaq nə olar? 6 idi, girəcək burada 2-yə vuracaq, 12 olacaq. Sonra təzədən girəndə 12-ni 2-yə vuracaq, 24 olacaq. Sonra bir dənə də 24-ü 2-yə vuracaq, 48 olacaq. %115, %116, %117 bunlar haqqında biraz danışmaq lazımdır. Gəlin bunlar haqqında mən sizə bacardığım qədər ətraflı, geniş danışım. %15'te orada ikili say sistemi demek değil. Hə, ikili say sistemi düzdür. Bax, bir var hansısa bir say sistemindən onluğa keçmək. Məsələn, ikilikdən
Onluğa. Qayda necədir? A bərabərdir integer. Integer ona görə yazılır ki, yəni cavab integerdə. Integerdə ki, bizim ədədlərdir də, bizim tam ədədlər. Onluq sayı sistemin ədədləri var. Orada qaytarılmalıdır. Sonra içəridə isə yazılış qaydası belə. Dırnaq daxilində yazılır sənin çevirmək istədiyin ədəd. Məsələn, 1, 0, 1, 1, 1 məsələn. Yaxınına da 0 əlavə eləyək. Sonra isə bir dənə vergül qoyulur və həmin ədədin neçəlik say sistemində olduğu yazılır. Buradakı ifadə mütləq dırnaqlar arasında stringdə olmalıdır. Yəni, bu elə bil 1, 0, 1, 1, 1, 0 bu da onun indeksidir. 2. İkilikdədir bu. İkilikdəki bu ifadəni mənə onluğa qaytarır. Print A yazıram və nəticəni onluqda almalıyam. 46. Yəni, bu 46-nın ikili yazılışıdır. Və yaxud da eyni şey bütün say sistemləri ilə eləyə bilərik. Məsələn, 8-li say sistemi. 8-li say sistemində yazmışam. 647 olsun. 647-ni 8-likdən 10-luğa çevirir. 16-lıq da həmçinin. 16-lıq say sistemində yazmışam. F. İndeks 16 eləməmişəm, bu yaddan çıxıb. 16. Vəssalam. İndi gəlin bunu belirləyim mən. Bəlkə kimsə köçürməyi istəyər, yazmaq istəyər özü üçün. İkilikdə olanda 1, 0, 1, 1, burada da 2 olur. 8-likdən olanda burada misal üçün yazırıq 724, burada da 8 yazırıq. Burada da FFF olsun, deyil. Orada da mötərizədə sonra vergül 16 yazılır. 16-lıqdan. Bax belə. Ehtiyac varsa, kimsə yazmaq istəyirsə, yaza bilər. Yazın bunları bitirin. Bir də əksinə var. Məsələn, başqa onluq say sistemindən başqa bir say sisteminə keçmək. Bayaq əslində bir sual tipini işləyirdik orada. Yadınızda qaldısa qaydası. A int input ədəd verilir bizə normal tam ədəd öz say sistemimizdə. Və götürürük bir dənə boş sətir və nə qədər ki bizim A ədədimiz 0-dan böyükdür, mən B-yə yığıram. String həmin ədədin neçəli sayısı 8 olsun. 8-liyə çevrilməsindən alınan qalıq A faiz 8 yazıram o zaman. Üstəgəl B. Bunu mütləq belə yazmalısan. B üstəgəl string eləsən, onda düzünə yapışdıracaq. Biz string üstəgəl B yazanda isə B-nin əvvəlinə yapışdırmış oluruq deyə qalıqlar tərsinə düzülmüş olur. Və A-nı da hər dəfə 8-ə tam bölə-bölə getməyi də unutma. Print yazıram burada. B. Belə olmalı. Amma bunun daha qısa yazılışı var. Yəni, məsələn, imtahanda düzdür, tövsiyə eləmirəm birbaşa o qısa qayda yazmaq. Çünki bunları mən sizə ona görə göstərirəm ki, uzun bu formanı qura bilməsən, ağlıva gəlmir və yaxud vaxtı çatdıra bilmirsən və say sisteminə bağlı bir şey qurmağı tapşırır sənə, məcbur boş saxlamamaq üçün o biri qaydanı yazmaq olar. Yəni, əslində dilin heç bir qaydasında elə bir qayda, elə bir yazı yoxdur ki, hazır formalardan istifadə etmək olmaz. Amma işdə birdən hansısa bir səbəbdən onu qəbul eləməsələr, ona görə də risk atmayın da. Bacarırsınız, bu biri formanı yazın, dövrünə biraz uzun forma. Alınmırsa son variant bu birisini yazmaqdır. Hansını? Məsələn, əvvəl gəlin onluqdan. İkiyə. Məsələn, A bərabərdir int input sonra x bərabərdir məsələn
1000 A və burada da print X. Onsuz da bunlarla yəqin ki, işimiz bitdi. Bunları bir dənə şərhə alım. Aha. Bu mənə baxın necə bir nəticə verir. Mən onluq say sistemində integerə bir ədəd verirəm. Integer tipli tam ədəd verirəm A-ya. Məsələn, elə 23 olsun. Bunu işə salıram. 1000 binar binary vardı ingilis dilində. Binar kod. Yəni binar koda çevirir, ikilik koda çevirir o deməkdir. Amma çevirəndə ədədin qarşısına bir sıfır işarə satır və B, yəni binar cavabdır, onu yazır. Yəni buradakı iki simvol artıqdır. Mən buradakı iki simvolu necə buradan ləğv eləyə bilərəm? Bir təklifiniz varmı? Onu ipucu verim ki, sənin aldığın cavab string tipində olur. 2-dən 2 nöqtə o axıra kimi götürmək olur da. Ayşə olar, bəli, düzdür. 2-dən axıra qədər. Əgər belə yazsam, onda ilk iki simvol ləğv olunmuş olacaq. Yəni mənə buradan başlayacaq verəcəkdir. 2 nömrəli indeksdən axıra kimi. 23 və mənə bu dəfə düzgün cavabı qaytardı. Eyni kod 8-liyə keçmək üçün də keçərlidir, amma orada binar deyildi artıq. Onluqdan 8-liyə. Burada artıq oktan olduğu üçün okt bu cür çevrilir. Yenə də 2-dən axıra qədər yazıram ki, əvvəlində bir 0 yazır, bir dənə də O hərfi yazır. Sonra da nə bilim ədəd gəlir. O 0 ilə 10-u ləğv eləmək üçün 2 nömrəli indeksdən başlayıram çapa verməyə. Bir də var bunun 16-lıq yazılış. Ondan 16-lığa. 16-lıq say sistemi bir balaca fərqlidir. Çox yox, yüngül var. Orada hex. Niyə hex? Çünki hex desimaldır. 16-lıq say sistemi. Eyni qaydada x2 verirəm verməyinə. Amma bu birisi ikisini qoy bir dənə işə salaq. Üçündə. Birincisi ikiliyə çevirməlidir. Məsələn, 513. O birisi onluqdan 8-liyə idi. Məsələn, 257. Bu birisi onluqdan 16-lığa. 255. 255-i 16-lıq say sisteminə çevirəndə FF alınır. Amma mənə F-ləri balaca simvollarına qaytarır. Deməli, say sistemində axı böyükdəndir. Deməli, mən nəsə eləməliyəm ki, bu nəticəni mənə böyük qaytarsın. Nəsə bir təklifiniz var? Aparam. Bəli, upper metodu. Bu qiymətin yanına yazıram nöqtə upper. Vəssalam. İndi o birilərini bağlamadım. Bir dənə tez bazar yazım. 44, 23 və indi 16-lıq say sistemi. 255 yazdığımda mən artıq böyük hərflərlə qaytarır cavabı. Bax, bunları bilsəz yaxşı olar. Yenə də deyirəm, birbaşa bunu tətbiq eləməyə çalışma, özünü riskə atma. Əgər dövrünə olan formanı heç qura bilməsən, ağlıva gəlməsə, ən axırıncı variant olaraq bunlardan istifadə eləmək olar deyə düşünürəm. Bu yazdığım da əslində dövr qaydası ilə ədədi 8-liyə çevirmək idi. Bunu da burada yazdım. Bu buna aiddir. Deyə onluqdan 8-liyə. Əgər baxıb bitirdinizsə, nə bilim, qeydlərinizi aparıb bitirdinizsə, keçək, testdə davam eləyək. %115, %116, %117 bu suallar həmin bu say sistemləri ilə bağlı suallardır. 115 nəyi nəyə çevirir bir deyin görüm. Onluğu ikiliyə. O çevirir. İkiliyi onluğa çevirir. 116'da A nə alır?
2-likdən 10-luğa, B-dəki 16-lıqdan 10-luğa. Sonra da onları toplayırıq. 117 də 2-likdən 10-luğa çeviririk. 2-likdən 16-lıqdan 10-luğa çeviririk. 8-likdən 10-luğa çeviririk və sonra onları müqayisə edirik. Sual olan var? Buradan sualınız yoxdursa, mən bu say sistemi səhifəsini bağlayayım. Kiminsə işi qalıbsa, nə istəsə, screenshot eləyib, sonra qeydləri davam eləyə bilər. Bunun hazırlayıram bunu tam formada. Həm dövrlər, həm qısa yazılış, uzun yazılış. Hamısını yığaram bir yerə. Sonra ataram onu sizə. Özünüzdə saxlayarsınız. Böyle metodlar kimi, bir qayda kimi saxlayarsınız. Növbəti səhifədən 130-a qədər olan sual nömrələrinizi yazın. 120 yazıldı. İndi 120-yə baxıram. Yəni 120-də burada şərtdə bir yüngül səhv gedib. Onu deyim sizə, şərtdə yazılıb ki, n dəyişəni klaviaturdan daxil edilir, amma əslində bizdə proqramımızın kodunda A-dır. Ona fikir verməyin. Yəni burada n-in yerinə A olmalıydı. Deyir ki, yuxarıda input yerinə bir ədəd daxil olunmalıdır bu hissəyə və nəticədə də printdə çıxmalıdır 46. Və başda maksimum neçə daxil eləsən, axırda 46 alınma halı mümkündür. Mən əvvəl baxmaq istəyirəm ki, ümumiyyətlə bu proqram nəyi hesablayır? Mən nəyə baxıram? Bu nədir? Nə olan şeydir? Ona görə də özümdən A-ya bir ədəd verəcəm. Məsələn, A olsun. Neçə olsun? 79. İkinci sətirdə K bərabərdir. 79-un ona bölünməsindən alınan qalıq. N bərabərdir. 79-u ona böləndə tam hissə. K bərabərdir. K-nın kvadratı. N bərabərdir. M-in kvadratı. K bərabərdir. K-nı ona böləndə qalıq. 81 ona böləndə qalıq 1. N bərabərdir. 49-u ona böləndə alınan qalıq. Yəni 9. İndi printdə burada alınır. K vuran plus M. K-nı 10-a vuranda 10, üstünə dem gələndə 19. Bir fikir verin. Biz 79-dan necə 19 aldıq? Neynədik ki? 47-ni və 9-u ayrı-ayrılıqda kvadrata yüksəltdik. Və bu kvadrat ədədlərin 10-a bölünməsindən alınan qalıqları, yəni bunların təklik mərtəbəsinə duran rəqəmlərini belə şeylədik də, çarpaz yazdıq. Alındı 19. Məndə 46 alınmalıdır. İndi ən yaxşı, ən rahatı, heç beynimi yorma, ən rahatı variantla işləməkdir. Variantla açıq sual olsaydı variantla işləməyə sərfləməzdi. Variantla işləyək, hazır orada ədədlər vardı. Birinci ədədimiz 24-dür. Mən 24-ü yoxlayıram. Əgər 24 versəm, rəqəmləri ayrı-ayrı kvadrata yüksəldilsə və onların təklik mərtəbəsi tərsinə yazılsa, 64 alınır. Amma məndən 46 istəyirdi. Onda 24 ehtimalı səhvdir. Bəs uşaqlar, 24 verəndə 64 alındısa, 42 versəm olar? Nə düşünürsünüz bu barədə? Olar, olmaz. Olar, amma ən böyük ədəd istəyir deyə cavab səhv olacaq da. Aha, ona görə mən hələ tələsmirəm də. Olur, amma hələ də baxıram digər variantlara da. 68-də necə? 68-də bu olur 36, bu olur 64. Onların təklik mərtəbələrinin qiymətlərinin tərsini yazsam 46. 68-də alınır. Onda belə çıxır ki, 86-da da alınma ehtimalı yoxdur. Y variantı da alınmayacaq. Çünki 9 var. 9-un kvadratının son rəqəmini götürsəm 1 verəcək. Məndə heç bir ümumiyyətlə burada yoxdur. Onda belə çıxır ki, mənim düzgün cavabım ya B ya C-dir, amma ən böyük istədiyi üçün C variantını götürdük. Sualla bağlı kiminsə nəsə
sualı varsa soruşa bilər. 118. Sətir tipi, sətir tipi, sətir tipi, sətir tiplərini yapışdıranda yan bayan alınır. M birdən axıra kimi nə deməkdir? 0, 1, 2, 3. Birdən axıra kimi, yəni ida. F üstəgəl, ida, üstəgəl, M0 hansı hərfdir? Nə? Stringlər toplananda bitişir. Fidən alır. Yüz iyirmi bir. Proqram nə hesablayır? Ən yaxşı, ən ideal variant ədəd qoyub yoxlamaqdır. Əgər belə təsəvvür edə bilmirsənsə baxanda ən yaxşı ədəd verməkdir. Amma ədəd verəndə çalışın ki, 3 rəqəmli ədəd verin, çox da abartmayın da. Məsələn, 158 olsun. Baxaq görək proqram nəyi hesablayır? Nə qədər ki, ədədim 0-dan böyükdür, aldım onun qalığını. Bayaq mən bir söz işlətdim. Dedim ki, əgər sən bu kombinasiyanı bir yerdə görürsənsə, n hər dəfə bu rəqəmləri alır deməkdir. Yəni, burada mən n-in qiymətini o qalıqlı ona bölməklə həmin o 158-in rəqəmlərini vermiş olacam elə. İndi görəcəksiniz. n bərabər olur burada 8-ə. B bərabərdir. Nə alınır? B üstə gəlin. B-mizin ilk qiyməti 0 idi bizdə. 0 ilə 8-in cəmi 8, ona vuranda 80. A-nı ona tam bölürəm, A qaldı 15. Növbəti dövrdə 15 0-dan böyük olduğu üçün n bərabərdir. İndi 15-in ona bölünməsini alan qalıq 5. B isə bərabərdir. Bax, B 80 idi. 80-in üstünə gəlirəm, yəni 85, vururam ona. 850. A-nı isə ona tam bölürəm. 15 idi, ona tam böləndə 1 qalır. Növbəti dəfə vayla qalxanda A 0-dan böyüdür. Bəli. A 1 idi. 1 ona böləndə qalıq. Elə 1-in özü. Sonra B hissəsi. Bu 850 idi. 850-nin üstünə eni gələndə 851. Ona vururam. 8510 alınır. A isə ona tam bölürəm. 1-i ona böləndə tam neçə dəfə düşür? 0 tam düşür. Ondan sonra artıq while işləmir. Çıxırıq dövrdən. B-ni ona tam bölürük. B-imizin qiyməti 8510 idi. 8510-u ona tam bölsəm 851 alaram. Və print 851. Deməli, nə alındı? Mən 158 vermişdim, 851 alındı. Klaviaturadan daxil edilmiş ədədin rəqəmlərini tərsinə yığdıq. D variantı. Rəqəmlərini əks ardıcıllıqla çap etdi. Sonra 123. Arada nəyəsə buraxsam deyərsiniz, birdən gözümdən qaçar. 123. Hardan başlayırıq? Funksiyanı tamam buraxıb A input ora daxil olunur Python sözü. Və sonra həmin f-a qiymətini çağırırıq. F-a-nı çağırırıq. A-nın da qiyməti aşağıda bizdə Python idi axı. Ona görə burada A-nı Python olaraq götürürük.
K bərabərdir L-na, yəni bunun uzunluğu. K-mızın qiyməti oldu 3, 6 hərf. S boş sətirdir. Boş sətir varsa, deməli nələrsə yan-bayan birləşdirilməsi var böyük ehtimal. Sonra for dövrü başlayır. Dövrün parametri, dövrün şərti nədir? For in range 0-dan 6-ya kimi. Düzdür? 0-dan 6-ya kimi nə deməkdir? Yəni 0, 1, 2, 3, 4, 5. 6 daxil deyil. Amma bir dənə bir söz deyim. Fikir verin. K-nın qiyməti heç yerdə dəyişmir də. K ilə 6-dır. Onda mən bura K bölü 2 yerinə birbaşa 3 yaza bilərəm də. Onsuz da bu sabit bir qiymətdir. Hər dəfə niyə bir də K bölü 2 3, K bölü 2 3 düşünək? 3-dür, doğru filan. Əgər i 3-dən böyük olsa, girəcək bura. 3-dən böyük olmasa, 0, 1, 2, 3 olan hallarda isə else girəcək. İ'mizin ilk qiyməti 0-dır. 0-dırsa if'e girmir, else da S bərabərdir. Gör burada nə alır? S boş sətir idi. Boş sətir üstə gəl. A 0 idi axı. A1. A1 hansı hərfdir? İndeksliyin baxaraq. Y hərfidir. Növbəti dövrdə i alır 1. i 1 olandan sonra təzədən if'e girmir. Else girir. Else'də də s'in qiyməti y-dır hal-hazırda. Y üstə gəl A2. A2 bizdə T hərfidir. Y-T olmuş oldu. Sonra i olur 2. i2 olanda yenə if'e girmir, else girir. Else'da s'in qiyməti y-T'dir. Y-T üstə gəl A3. A3 bizdə H hərfidir. i olur 3. 3 3-dən böyükdür, yenə ödənmir. Düşürük else. Else'da S y-T'dir. Üstə gəl i3 daxil. Onda A4 olacaq. A4 bizdə O hərfidir. Və sonra i olur 4. i 4 olanda artıq if'e girəcəyik deyə. İf'in içərisində y-T-H üstə gəl A4-ün özü. A4 bizdə O hərfidir. Sonra i5 olur. i5 olandan sonra yenə if'e girir. İf'e girəndən sonra S y-T-H üstə gəl A5-in özü. O da N hərfidir. Bax, belə bir sətir tipli qiymət aldıq. For bitdi. For bitəndən sonra return S. Yəni S-də aldığın qiyməti qaytar. Hara? Funksiyanı hardan çağırmışdın ora? Funksiyanı buradan çağırmışdın. Yəni bura qaytardı. Y, T, H, O, onu. Sual olan var. 125. Foreign range i-yə 1-dən neçəyə qədər qiymətlər verir? 9-a qədər. Forun içərisində gör nə şərt var. Deyir ki, əgər i 3-ə tam bölünsə, 3-ə tam bölünənlər nədir? 3-dür, 6-dır, 9-dur. Və eyni zamanda 2-yə böləndə qalıq 0-dan fərqli olsa, onda belə çıxır ki, tək olsa. Onda 6 ehtimalı atılır. i 3 olanda və i 9 olan hallarda P vuri baş verəcək. Birinci i3, çünki i3 olmasa if'e girməyəcək. Yəni boşuna dövrləmiş olacaq da. Amma i3 olan kimi, aha 3 3-ə böləndə qalıq 0-dır. Bəli, 3-ü 2-yə böləndə qalıq 0-dan fərqlidir. Bəli. Girdi içəri. P-mizin ilk qiyməti 1 idi. 1-i vurduq 3-ə. P-nin qiymətini aldıq 3. Növbəti dəfə bir də 9-da if ödənəcək. 9-u 3-ə böləndə qalıq 0-dır. Bəli və 9-u 2-yə böləndə qalıq 0-dan fərqlidir. Bəli. Düşür içəri və P 3 idi deyə 3-ü vurduq i-nin təzə qiymətinə 9-a. 27. Bu P-də. S neyinir bəs? Burada neçə dövr var? 1-dən 10-a qədər əslində 1-dən 9-a qədər deməkdir də. Onun özünü almır. Onda burada 9 dövr var. İf'e girdi, girmədi, dəxli yoxdur. Hər dövrə girəndə S plus 1 baş verir. S-i 0 verib. Hər dəfə S-in qiymətini 1 vayda artırmaq bizə nə verir? 9 verir.
İndi aşağıda string S, yəni sətir tipində 9 üstəgəl sətir tipində P. İki sətir tipini cəmləyəndə uşaqlar nə baş verir? Birləşir. Bəli, 927 alınır. Adı integer kimi, ədəd kimi toplasaydı, onda 36 ala bilərdik. Amma stringə çevrilib sonra toplanılıb deyə yan-bayan bitişdi. 927 alındı. 129. A-mız var, B-miz var. Yoxlayırıq bu şərti. A plus B sıfırdan böyük bərabərdirmi? A-la B-nin cəmi sıfırdan sıfıra bərabərdir, elə ödəyir. Ödədiyi üçün bu ifin içindəki printi yerinə yetiririk. Deməli, çapa çıxdı bir dənə sıfır. Sıfırın yanında endor olması onu bildirir ki, əgər bir dənə də print olsa, həmin baş verən print burada çapa çıxan sıfıra yapışacaq, yanında çıxacaq. Endin dırnağının arasında əgər biz nəsə qoysaq, onda yan-bayan yazanda aralarını o işarədən qoyacaq. Amma hal-hazırda burada bizdə heç nə yoxdur deyə, heç nə qoymadan sıfırın yanına yapışdıracaq nəyisə. Ifin mütləq else olmalıdır ki, həmin şərt hissəsi qapansın. Ifin else olmadığı üçün bu natamam budaqlanmadı. Yəni, ifin ifi olmur da. Bu ayrı ifdir. Bu da ifin else'dir. Bax, görürsən, bu tam budaqlanmadı. If də var, else də var. Onda bu ifi yoxlayandan sonra ayrıca bir dənə də if hissəsini keçirik. A B-dən böyükdür. A B-dən böyükdür. Yox. Avtomatik else print 2. 2-ni çap edirik, amma altdan deyil, yanından. Bax, bu endə görə. Biz 27 var bundan qabaqda. 127 keçən dəfə mən sizə funksiyaları başa salanda demişdim. Eyni sual idi, var, eynisi. Result 5. Çağırdıq result 5 funksiyasını. Result yox, qısaca R yazacağım orada, özünüz başa düşərsiniz. R5. Nəyə bərabərdir R5? N'in qiyməti 5-dir, aparıb qoyuruq aşağı. N birdən kiçik bərabərdir, yox. Ona görə avtomatik keçirik else. Yəni, bu ifə nə vaxt girəcək? 1 alanda girəcək də. 5 olanda girmir ifə. Else-də yazılıb ki, return. Yəni, mən burada nə alsam, onu qaytarmalıyam R5-ə. Orada alınır N vurulsun R4. Yəni, bunun nəticəsini bilsəm, qaytaracam buna. Amma bilmirəm, çünki bunun hesablanması üçün mən R4-ü çağırdım. R4. R4-ü çağırdım, result 4-də yəni. Result 4-də yenə ifə girmir, else-də return nəyi qaytarmalıyam R4-ə? 4 vurulsun R3-ü. Bunun qiymətini tapsam, return eləyəcəm R4-ə. Amma bu qiyməti də almaq üçün mən R3, yəni result 3 deyə səsləndim. Onda result 3-ü çağırdıq. Result 3 funksiyasını yenə ifə girmir. Else-də return nə 3 vurulsun result 2. Bunu qaytaracam result 3-ə. Result 2-ni çağırdıq. Result 2 qiymətində də olacaq tezdən. Else-dəki return 2 vurulsun result 1. Və result 1-də artıq result 1 olanda bu ifə girəcəkdir return 1. Yəni, 1 qiymətini mənə qaytarır result 1-ə. Bəs mən result 1-i hardan çağırmışdım? Onda 2 vur 1, 2 alındı. Mən bu 2-ni return edirəm hara?
R2-yə. Bəs mən R2-ni hardan çağırmışdım? Buradan. Onda bu 2-dirsə 3 vur 2 6. Bu R3-ün qiymətidir. Bəs R3-ü mən hardan çağırmışdım? Onda bu 6-dırsa 4 vur 6 24. Bəs bu 24 nəyin qiymətidir? Result 4-ün. Onu hardan çağırmışdım? Buradan çağırmışdım. Onda bu 24-dürsə. Burada M5 idi. Ben yazmışdım 5. 5 vur 24. 120. Bəs mən bu 120-ni hara qaytarıram? Result 5-ə. Result 5-i hardan çağırmışdım mən? Çapdan. Bu necə funksiya adlanır? Mən hətta bunun nümunəni göstərdim. Necə adlandığını da məncə dedim sizə. Belə funksiyaya nə funksiya deyirlər? Rekursiv. Rekursiv. Bəli. Rekursiv funksiya nə deməkdir? Özünü çoxalır. Çoxalır, yox. Öz-özünü çağırır. Özü özünü çağırır. Məncə result 5-i tapmaq üçün result 4 çağırdım. Result 4-ü tapmaq üçün result 3-ü. Yəni funksiya özü özünü çağırırdı ta cavab result 1-ə qədər. Sonra result 1-dən başladı return eləyə result 5-ə qayıtmağa. Mən funksiyanı hesablamaq üçün o özü özünü çağırırdı davamlı olaraq. Belə funksiya deyilir rekursiv funksiya. %133, %134. 134'ü sırf bu sualda keçərlidir. Bu həll eləmədən birbaşa cavabı görmək olar dövrlərin sayından. Mən yenə də bunu yazım. A-ya input edirik 3. B-yə input edirik 5. For in range 1-dən 6-ya kimi. If i 1-ə bərabərdirsə və ya i 5-ə bərabərdirsə, o zaman print bu. Əks halda isə print altdakı. i-yə birinci veririk 1. i 1 olduğu üçün if-i ödəyir. Bu ya bu olmalıdır. Yəni i 1 olanda bu ödəyir deyə if-in içində gör nə yazılır? A sayda, yəni 3 dəfə. Bəs bunu qaralayım. 3 dəfə diyez boşluğu çap et. Hansı ədədi stringə vuranda həmin string, həmin rəqəm neçədirsə o qədər təkrarlanır. Diyez boşluq mətni 3-ə vurulur, 3 dəfə təkrarlanır deməkdir. Diyez boşluq, diyez boşluq, diyez boşluq. Boşluğu nöqtəyini göstərdim ki, rahat görünsün. Sonra i2 olur. i2 olan da artıq if-ə girmirik, else-nə davam edirik. Else-də isə print bir dənə diyez. Sonra diyezə plus bitişdir. 2 açıq 3 neçə eləyir? 3. 3 vurulsun boşluq simvolu. 3 dənə boşluq çap olunur yəni. 3 dənə boşluq çap olunanda boşluq, boşluq, boşluq. Yanına bir dənə diyez. Ondan sonra i 3 olur. i3 olanda yenə if-ə girmir, else-ə girir. Eyni şey baş verir. Diyez. 3 dənə boşluq. Diyez. Sonra i 4 olur. Yenə if-ə girmir. Diyez. 3 dənə boşluq. Diyez. Sonra i 5 olur. Artıq if-ə girir. Çünki 1 olanda bir də 5 olanda girmək olardı ora. Birinci sətirdə nə çap eləmişdinsə eyni şey baş verir. 3 dəfə diyez boşluq. Diyez boşluq. Diyez boşluq. Bax, bu fiqur hansı variantda düzgün verilmişdir? D variantı. 5 sətirdir də. D. Bunu həll eləmədən necə getmək olardı? Əslində, bura baxanda təxmin eləmək olur ki, i bizdə 1-dən 5-ə qədər işləyirsə, 5 dövr var. 5 dövr varsa, və özdə if, else necə işləyir? Məncə, bu işləyir də, yəni ya if, ya else. Bu elif deyil ki, tutaq ki, if ödənmədi, elifə girir, elif də ödənmədi, heç nə. Amma if-ə girməyəndə, else-ə girəndə bu qaçılmazdır da, yəni mütləq else icra olunmalıdır. Ya if, ya else.
Ya if-ə girsə print var, ya da else-ə girsə print var. Əgər burada 5 dövr varsa və hər dövrə girəndə if ya da else bir dənə print baş verirsə, onda belə çıxır ki, 5 dəfə print baş verməlidir. 5 dəfə print alt-alta baş verirsə, 5 sətirli cavab olmalıdır. Cavab variantlarına baxanda 5 sətirli yeganə cavab D variantı olmuş olur. Amma bu başqa testdə görünməyə bilər. Bəlkə də D kimi yeni A-nı 5 sətirli qoyarlar. Onda artıq məcbur olub həll edərsən. 5 dənə sətir nəyə deyirəm mən? 1, 2, 3, 4, 5 dənə sətir var burada. Sonra 134. Bunlar bir yerdə nə edirlər? Ədədin rəqəmlərə parçalanmaz. Amma biraz yerlər dəyişik yazılıb. Klaviaturadan daxil edilir belə bir balaca ədəd. E0-dır. Ədədim nə qədər ki 99-dan böyükdür, ədədi 10-a tam bölürəm. Ədədi 10-a tam böləndə qalır 2, 0, 7, 1, 3, 7. 207.137. S isə bərabərdir. S onsuz da 0 idi, 0 üstə gəl. X faiz 10. X-imiz burada hal-hazırda. Bunu 10-a qalıqlı böləndə 7. Sonra növbəti dəfə ədədim 99-dan böyükdür. Bəli, ədədi 10-a tam bölək. Qalır 20.713. S bərabərdir. 7 üstə gəl. Bunun 10-a bölməsini alan qalıq. 7 üstə 3 oldu. Sonra X 99-dan böyükdür deyə girir təzədən 10-a tam bölürük. 2071 alınır. S bərabərdir. 7 plus 3 7 plus bir dənə də X-in 10-a bölməsini alınan qalıq. Növbəti while-da hələ də ədədim 99-dan böyük olduğu üçün X bərabərdir. 207 düşür aşağı S bərabərdir. 7-də toplayaq da onları. 11 idi. 11 üstə gəl bunun son rəqəmi. 18 oldu. Ondan sonra 207 99-dan böyük olduğu üçün yenidən dövrə daxil oluruq. X bərabərdir. 207-nin ona tam böləndə 20. S bərabərdir. Deməli S 18 idi. 18 üstə gəl. X-imizin 10-a bölməsini alan qalıq. 0. Elə 18-in özü qalır. Növbəti dəfə ədədim 99-dan böyükdür. Yox. While tərk olunur. While tərk edirik birbaşa. Print gəlir, print S. S-in qiymətini də 18 aldı. Keçdim növbəti səhifəyə. 150-yə qədər kimdə nə sual var? Sadəcə 150-yə qədər. Sual nömrələrinizi yazın baxın. 146. 146-ya qədər var kimdəsə? Yüz qırx altı. İxtiyari ikili ədəd üçün proqramın təyinatını müəyyən edin. Əslində şərtdə ikilik ədəd dediyi üçün artıq cavabı təxmin eləmək olur. Məsələn, input eləyirik. 1, 0, 1, 1, 1. Integer yoxdur da inputun qabağında string tipində daxil elədik. Sonra u bərabərdir. String tipində len vermək olur. Len sayını verir. Sayımız bizim 5-dir. 5 çıx 1. U oldu 4. S bərabərdir 0. For in range 0-dan 5-ə kimi. Yəni 0, 1, 2, 3, 4.
i-yə birinci veririk 0. Düşür aşağı. S-də gör nə yazılıb. Yazılıb ki, S plus onsuz da S 0 idi. Bax heç. Integer n0. N-i-də, yəni i-də 0-da. N0 nədir? N-in bax bu simvollarını indeksləsəm, N0 bax budur da. Bir rəqəmi. Onu integerə çevirir, çünki string daxil edilib. Integerə çevirir, vurulsun 2 üstü u 4. U-dan isə 1 çıxır. Onda u bərabər 3 alınır. Növbəti dəfə for i-yə 1 qiyməti verir. Düşür aşağı. S plus integer n1. N1'imiz bizim nədir? 0'dır da. Onda 0 vurulsun nəsə yazsam boşuna yazmış olacam. Yazmadım. U bərabərdir 2 oldu. Növbəti dəfə i 2 oldu. Düşdü aşağı. S bu. Sağ tərəfdə yazdığım. Üstə gəl. Integer n2. N2 bizdə nədir? Bax. 2 nömrəli indeksdə duran 1'dir. 1 vurulsun 2 üstü u. U isə 1 vaydaz alır, olur 1. Növbəti dövrdə i alır 3 qiymətini. i3 olan da düşür aşağı. S plus integer n3. Yəni bu. Vurulsun 2 üstü u. U 0 olur. Növbəti dövrdə i bərabərdir 4 alınır. Düşür aşağı. Integer n4. Yəni bu. 1 vurulsun 2 üstü u. Sonra u olur mənfi 1. i olur. i olur. Vəsə, işləmirdi dövr. Hə, çünki 0-dan 4-ə qədər olmalıdır. Vəsə, dövr bitdi. Dövr bitdiyi üçün çapa gedir S. Bunu hesablayırıq, cavab 23. Mən neynədim? Ədədi onluğa çevirdim. Əslində biz bunu onluğa çevirəndə nömrəliyi 1 vur 2 üstü, 4 üstə gəl 1 vur 2 üstü belə yazmırıq. 10 aldıq da elə biz əslində. Deməli, bu kod neyirmiş? Ədədi ikili say sistemindən onluğa çevirirmiş. İkilidən onluğa çevirdik. Yüz qırx səkkiz. S1 boş bir stringdir. Yan bayan yapışdırma var burada. Amma bilmək lazım ki, düzünəmi, tərsinəmi? For in range i-yə verir 0. Düşür aşağı. S1 bərabərdir. Gəlsənə bunu burada yazmayayım yer əşitində. i bərabər oldu 0. S1 bərabərdir. Bax, S0. Yəni C hərfi. Üstə gəl, boş string. Elə sadəcə C hərfi alınır. Onu mən yazdım bu tərəfdən. Bu tərəfdən yazmağımın səbəbini başa düşəcəksiniz. Sonra i 1 olur. Düşür aşağı. S1, yəni O hərfi. Üstə gəl, O hərfi. Üstə gəl, S1-in qiyməti. O plus C. Oc alınır. Sonra i 2 olur. Düşür aşağı. S2. Yəni M hərfi. Burada da alınır. M üstə gəl, oc. Olur moc. Sonra i olur 3. Düşür aşağı. S3. Yəni P hərfi. P üstə gəl, moc. Və bu qaydada gedəcək axıra kimi. Nə baş verdi? Göründü də məncə. Neynir? Tərsinə düşür. Bəli, simvolları tərsinə çevirir, tərsinə düzür. Yüz qırx doqquz.
S dəyişənin daxil olunmuş hansı ən böyük qiymətində proqram ekrana 243 ədədini çıxarır? Axırda nəticənin 243 alınması üçün bir baxaq görək burada nə baş verməlidir. Axırda nəticənin 243 olması üçün n-dir də 243. N bizə 1 verilib və hər dövrə girəndə 3-ə vurulur. Ona belə çıxır ki, n-in ilk qiyməti 1-dir. Vur 3, vur 3, vur 3, vur 3, vur 3. Axırda print 243 olsun. 243 3 üstə neçədir? 5. 5. Yazıram bir qırağa 243 3 üstü 5'dir. Onda belə çıxır ki, burada while'ın sayı neçə olmalıdır ki, 1 olaraq başladığın qiyməti sən vur 3, vur 3, vur 3 eləyib, orada 5-dən 3-ə vurma olsun ki, 243 alınsın. 5 dəfə dövr edir. Bəli, 5 dəfə dövr olmalı. 5 dövr olmalıdır. Bunu tapdıq. Və 5 dövr olmalıdırsa, S-in də qiyməti hər dövrə girəndə nə olur? 5 artır. 5 artır. 5 artırsa 5 artırsa bu neçə olmalıdır ki, S-in ilk qiyməti 5 dəfə dövrə girə bilsin. Və 5 hər dəfə də girəndə 5 artırsın, axırıncı dəfə amma 5 artırandan sonra while-a girməsin. Bilməm, fikrim çatdı, nə demək istədiyimi anladınız yoxsa yox. Məsələn, gəl belə deyək də, 25 götürsəm, 25-də misal üçün götürürəm. Əgər S-in qiymətini mənə 25 versəydin while-a girəndə, 25 46-dan kiçik idi, bəli, girir içəri 30 alır. Sonra 30 46-dan kiçik idi, bəli, girir içəridə 35 alır. Sonra 35 46-dan kiçik idi, bəli, girir içəridə 40 alır. Sonra 40 46-dan kiçik idi, bəli, girir içəridə 45 alır. Sonra təzədən 45 46-dan kiçik idi, bəli, girir içəridə 50 alır. Artıq 50 46-dan kiçikdir, yox. Düzdür? Onda belə çıxır ki, əgər mən başda S-ə burada while-a girənə qədər 25 versəydim, burada neçə dövr almış olurdum? Neçə dövr oldu ki, burada biz axırda 50 aldıq? 5. 25 vermişdim. 5 gəldim üstünə. İçəridə 5 dənə dövr oldu. Hə, 30 aldım içəridə, 35 aldım, 40 aldım. Amma mən 5 dövr almalıydım da, bəli, 5 dövr almalıydım. 25 olsaydı əgər, onda burada da S-in hələ 10-a bölünməzdən olan qiyməti, 10-a bölünməmişdən qabaqki qiyməti, onda 250 neçəsi olmalıydı. İndi bura bax bir dənə. Variantlarda 2 dənə cavabım 250 ilə başlayır. 2 dənə cavabım 52 ilə başlayır. Bir cavab 32 ilə başlayır. Nə demək istəyirəm? Əgər cavab 529 və 526 olsaydı, onda ona böləndən sonra burada 52 qalacaqdı. Zaten 52 kiçikdir 46 şərti ödənmədiyi üçün while-a heç girməyəcəkdi, dövr baş verməyəcəkdi. Və yaxud da ki, yəni bu variantlar heç düz gəlmədi. Və yaxud da ki, 324 olsaydı, 324-ü ona bölən kimi 32 olacaqdı. 32 46-dan kiçik idi, bəli, 37 alındı, bir dövr. 37 46-dan kiçik idi, bəli, girir içəridə 42 alır. 42 46-dan kiçik idi, bəli, 47 alır və vəsə 3 dövr baş vermiş olur. Ona görə heç 300 ilə başlayan cavabı mən heç cür sərf eləmir. 5 dövrün olması üçün mənə yerdə qalan variantlar sərf eləyirdi. Amma məndən soruşduğu şey odur ki, nə soruşur? Ən böyük qiymət. Onsuz da axırıncı rəqəm mənə heç bir burada məna kəsb eləmir, heç nə vermir. Çünki mən onu başda elə ona bölüb kəsib tullayıram. Ona görə də başdakı rəqəmin nə olması fərqi yoxdur da. Bu 251 də olsa eyni şeydir, 259 da olsa eyni şeydir. Amma ən böyük dediyi üçün təkliyi böyük olan qiyməti götürürəm. 259. Yenə də deyirəm,
Bu 259 olanda buradan biz 25 alırıq və 25 46-dan kiçik olduğu üçün içəri giririk və bu 5 dəfə təkrar olunur proses. Burada 5 dövr baş verdiyi üçün n-in ilk qiymətini 1-i 5 dəfə 3-ə vurmuş oluruq və yekunda 243 alıb çapa veririk. Yəni, bizdən istədiyi bu idi. Tərsini istəmişdi sadəcə. Sualı olan var? Sonra 150-yə qədər kimdəsə nəsə var? 160-a qədər. Yüz əlli üç. 152. En natural ədədi üçün proqram nəyi hesablayır? Burada nədir? Vurğulardır. Tək vurğular. Tək vurğuların cəmi tək bölənlərdən tək olanlardan cəmi. 152. Int input. Məsələn, nə verə bilərik? 50 olsun. S boş listdir. For in range 1-dən n bölü 2 plus 1. N bölü 2 plus 1 mənə verir 26. Belə çıxır ki, 1-dən 25-ə qədər 1-dən 25-ə qədər qiymətlər alacaq. 25 dövr alacaq burada. Burada soruşur ki, bir dəqiqə görək. Burada soruşur ki, ədədim, yəni 50. i-yə, yəni i birinci birdən başlayıraq. Tam bölünürsə və eyni zamanda i 2-yə böləndə qalıq 1 verirsə, 2-yə böləndə qalıq 1 verməsi nə demək? Tək. Tək deməkdir. Bax, əgər i-yə verilən qiymətə 1-ə ədədim tam bölünürsə və həmin i-nin qiyməti təkdirsə, onu append edilir s-ə. S bərabərdir, append elədi s-ə 1-i. 2 olsa, 52-yə tam bölünür, amma 2 tək deyil. 3-ə keçir. 3 ödənmir ümumiyyətlə ona görə ki, 53-ə tam bölünməyəcək. End olanda bu da budur, ikisi də olmalıdır. Yəni, i elə bir qiymət olmalıdır ki, 50 ona bölünsün və həmin o qiymət tək olsun. 4 yenə ödənməyəcək, 5. 55-ə bölünür, bəli. Və 5 təkdir. Ona görə append edilir bura. Bir də hansı qiymət append olacaq? 25. 25. 25-ə qədər 50-nin bölündüyü tək qiymət yoxdur. 25. Bunu mötərizəni bağlamazdım gerək. Niyə? Çünki burada bir dənə də var. For qutarandan sonra ədədin özünü yoxlayır. Ədəd özü təkdir. Ədəd özü tək olsaydı, özün də append eləyərdi bura. Çünki özünə bölünür də. Özü özünün tək bölənidir, belə deyək. Olmadığı üçün heç nə, append baş vermədi. İndi C bərabərdir sum S, bunların cəmi. 1, 5 və 25 nə idi? 50-nin həm bölənləridir, həm eyni zamanda tək idi. Tək bölənləri və onların cəmini aldıq burada. Tək bölənlərinin cəmi. Bir dənə sual verəcəm sizə. Biz onsuz da tək bölənlərini burada range-də 1, n də yazsaydıq, ala bilərdik. Amma n bölü 2 plus 1 yazılma səbəbi nədir? Dövrü qısaltmaq üçün. Sağ ol. Necə qısaldırıq ki? Yəni çox yoxlanmır da. Biri var 50-yə qədər yoxlasın, biri var 26-ya qədər. Yəni oradakı qanuna uyğunluq nədir? Yəni bütün ədədlərdə keçərlidir. 25-i kimi yoxlayır da, elə bir şey, yarısına kimi. Onsuz da heç bir ədəd öz yarısından daha böyük ədədə tam bölünmür. Düzdür? Ona görə də dövrü ədədin yarısına qədər qurmaq bəs eləyir.
Yəni ona görə bu cür istifadə eləmək olar. Bölənlərini axtaranda bu qaydaya getmək olar. 153. Deməli, S boş sətir. If-lərə bir dənə fikir ver. Bu if natamamdır, else yoxdur. Bu if natamamdır, else yoxdur. Bu if natamamdır, else yoxdur. If ancaq else-la bitir, else-la bağlanır. Bu if ayrı ifdir, bu if ayrı ifdir, bu if ayrı ifdir. Üçünə də ayrı-ayrılıqda girəcəyik. B find A0. A0 nədir ümumiyyətlə bax? 0, 1, 2. A0-mız A hərfidir. B find isə find bizə indeks qaytarır. Deyir ki, B dəyişənində axtarılan A hərfinin indeksi neçəyə bərabərdir? İlk indeks budur. 0 nömrəli indeks. Və həmin indeksin nömrəsi -1-dən fərqlidir. Bəli, -1 nə vaxt verir? İçində olmayan da verir. İçində varsa -1-dən fərqli qiymət verəcək. Bəli, bu ödəndi. Ona görə girir içəri. S bərabərdir. S-imiz boş idi. Üstə gəl A0. Yəni sadəcə A hərfi. İkinci ifə giririk. Boş ifdir. Ayrıca ifdir. Yoxlayırıq və orada A1. A1 hansı hərfdir? B hərfidir. Burada da yazıram B hərfi. Onu find elə B dəyişəninin içində. Gör ümumiyyətlə o tapacağın indeks -1-dən fərqlidirmi? Yəni içində varsa B hərfi. B-nin içində var burada. Zaten indeksi -1 verə bilməz. Olmasa -1 verir. Var B hərfi. Ödəndi. And indi S count-a bax. Bu B hərfi idi. B hərfi S-in içində var. S-in qiyməti sadəcə A-dan ibarətdir. Count olmayan halda 0 qaytarır. Yəni S-in içində B hərfinin sayı 0-dır. Bu da deyir bərabərdir 0. Bu da ödəndi. Hər iki şərt ödəndiyi üçün girir içəri. S bərabərdir. Bu A hərfi idi. Yanına da yapışdır B hərfi. AB. Üçüncü ifə ayrıca giririk. A2 hansı hərfdir? Yuxarıda indeksləmişəm. A hərfidir. B-də axtar görək onu. Var. Elə 0-cı yerdədir B-də. Bax burada. İndeksi -1-dən fərqlidir. Bu ödəndi. Amma ikinci tərəf ödənirmi? S-də bax gör həmin A2, yəni A hərfinin sayı 0-dır. Yox, çünki S-imizin içərisində A hərfi var. Ödənmədi. Ödənmədiyi üçün and-in şərti nədir? İkisi də ödənəndə ifə girə bilərdik. Ödənmədiyi üçün bunu yerinə yetirmədi. Bura girmədi. Getdi çapa. AB. Sonra 150 neçə yazmısınız? 156. Hı -hı. Hardan başlamaq lazımdır? Defi buraxırıq. Buradan başlayırıq. X int input şərtdə yazılıb ki 12 daxil olunur. Buna da 12 daxil olunur. Şir aşağı F1212 funksiyanı çağır. F1212 funksiyasını çağırdıq. Çağırdıq deyə getdik həmin funksiyaya m-ə 1212 qoyduq. Düşdü aşağı m bərabərdir. M 12-dir. Üstə gəl. Nə çağırıldı? D 1212. D1212 funksiyasını çağırdıq. Apar bura A-nın B-nin yerinə 1212 qoyanda burada A bərabərdir. 12 vur 12 144 alınır. B bərabərdir. Neçə alınır? Diqqətli olun, 12 olun, amma biraz. 12 vur 12 144 alınır. B bərabərdir. Neçə alınır? Diqqətli olun, amma biraz. 12 vur 12 144 alınır. B bərabərdir. Neçə alınır? Diqqətli olun, amma biraz. 12 vur 12 144 alınır. B bərabərdir. Neçə alınır? Diqqətli olun, amma biraz. 12 vur 12 144 alınır. B bərabərdir. Neçə alınır? Diqqətli olun, amma biraz. 12 vur 12 144 alınır. B bərabərdir. Neçə alınır? Diqqətli olun, amma biraz. 12 vur 12 144 alınır. B bərabərdir. Neçə alınır? Diqqətli olun, amma biraz. 12 vur 12 144 alınır. B bərabərdir. Neçə alınır? Diqqətli olun, amma biraz. 12 vur 12 144 alınır. B bərabərdir. Neçə alınır? Diqqətli olun, amma biraz. 12 vur 12 144 alınır. B bərabərdir. Neçə alınır? Diqqətli olun, amma
12. 12. 12.0. 12.0. Hər halda mən sizdən 144-ü 12-yə böləndə neçə eləyir soruşmazdım da. Yəni bu qədər bəsit sual niyə verim sizə? Dedim axı diqqətli olun. Bir xəttlə olan bölmə bizə əgər ədədlər bir-birinə tam bölünsələr belə həmişə float tipində qaytarır. Bir də hansı riyazi əməli keçmişdi ki, onun qiyməti həmişə float qaytarır? Kök. Kök 6. Kök 6. Kök. Bəli, kök 6. Onda bu bizə qaytarır 12.0. 12.0 qayıtdı və A plus B 156.0. Onu return hara qaytarır? Sən D12-12-ni hardan çağırmışdın? Ora. Onda belə çıxır ki, M 168.0 alınır. Artıq bir tərəf float olanda toplamanın nəticəsi float ola bilər. İndi burada N. N'imiz 12 olaraq yox, N'imiz artıq 168-dir. N'imiz 12 olaraq qalıb. 168 ilə 12-ni toplayır. 180.0. Və düşür aşağı. M plus N. M 168.0. N 180.0. Onların cəmi 348.0. Onu qaytarır hara? Sən bu funksiyanı hardan çağırmışdın? Buradan çağırmışdım. Onda K'ya 348.0 qaytarılırsa, çapda 348.0-ın integeri çıxır. Kəsir hissəsi atılır. Çıxır 348. Və 159. Fibonacci. Deməli, N-ə daxil edirik 8-i. Gəlsin bunu siz necə yazın? Daha səliqəli, anlaşıqlı olsun. Dəyişənləri yazacağım da burada. F1. F1 yazın buradan. Yaxşı, F1, F2, sonra N, I, S. F1'imiz 1'dir, F2'miz 1'dir. N'imiz 8 daxil olunur. I-imiz 2'dir. S hələ bilmirik. While-da yoxlanılır şərt. I n-dən kiçikdir. Bəli, girir içəri. S bərabərdir. F2 ilə F1-in cəmi. S alınır 2. F1 alır F2-nin qiymətini. F1 bunu alır da elə bil. 1. F2 isə alır S-in qiymətini. F2 olur 2. Sonra I plus 1. 3. Növbəti dəfə while-a gedirik. I n-dən kiçikdir. Bəli. F2 plus F1. Bunların cəmi 3. Yazdım bunu. F1-ə verirəm F2-in qiymətini. F1 olur 2. F2-yə verirəm S-in qiymətini. Yəni F2 olur 3. I1 vayda artır. Yenə N8-dir də burada. 8-dən kiçik deyil. Hə? Düşür aşağı. S bərabərdir bunların cəmi 5. Sonra F1 bərabər olur F2-yə. F1 alır bunu. F2 isə alır bunu. I olur 5. Yenə 5 8-dən kiçik ödəyir. Düşür aşağı. S bərabərdir bunların cəmi 8. F1 alır F2-nin qiymətini. F2 alır S-in qiymətini. I plus 1 6. Növbəti dəfə 6 8-dən kiçikdir. Bəli, S olur bunların cəmi 13. F1 alır F2-nin qiymətini. F2 isə alır S-in qiymətini. Və I plus 1. Yenə 7 8-dən kiçikdir. S olur bunların cəmi 21. F1 alır F2-nin qiymətini 13. F2 alır S-in qiymətini. F2 alır S-in qiymətini 21. I plus 1 8.
Artıq 8 8-dən kiçik işarəti ödənmədiyi üçün print S. Rəqəm S-in qiymətlərinə, ədədlərə fikir verin bir dənə. Necə ədədlər alınır? Nə qanuna uyğunluq gedir orada? Əvvəlkin cəminə bərabər. Bəli. Hər növbəti hədd əvvəlki ikisinin cəminə bərabərdir. Yəni 5 əvvəlki 2-nin 3-ün cəmidir 8, 5-nin 3-ün cəmidir 13, 8-nin 5-in cəmidir 21, 13-nin 8-in cəmidir. Belə ardıcıllığa bilirsiniz nə deyirlər? Fibonacci. Fibonacci ardıcıllığı. Fibonacci ədədləri. Bu onu hesablayırdı. Cavabı da aldıq 21.